Hamıya salamlar. Bugün bize kim baxırsa və izləyirsə, bu günləri universal sintetik dəsmal haqqında bildiyimin biraz sizə qısa məlumatını vermək istəyirəm. Demək olar ki, avtomobili olanlar bəlkə də artıq bilir. Avtomobilin salonunu sildikdə heç bir tozu saxlamır, daha da yaxşı özünə çəkmiş olur. Hər hansı bir avtomobildə, maşında əgər əlimiz yağa batıbsa təmizlədikdə də daha da yaxşı təmizləyir. Amma bir də baxıb görürəm ki, çoxları bunu artıq evdə də işlədir. Demək olar ki, artıq neçə aydır ki, mən də bunu evdə işlədirəm. Əgər mətbəxdə mebelin üzərinə su tökülübsə, başqa bir dəsmala sildikdə suyun ləkəsi qalır, amma bu dəsmala sildikdə heç bir suyun ləkəsi mebelin üzərində qalmır. Eyni zamanda kafelləri də sildikdə heç bir ləkəni saxlamır. Güzgü və aynalardan heç bir əlavə ləvazimatlardan istifadə etmək lazım deyil. Yəni ki, şampun və yaxud da ki, gel nə ilə siliriksə güzgü və şüşələri, bunu adi suda yudduqdan sonra şüşə və güzgüləri sildikdə aynaları daha da parlaq edir. Demək olar ki, bir neçə ay işlətmək olur, uzun müddət evdə istifadə etmək olur. Bu da o deməkdir ki, artıq ailə büdcəmizə qənaət etmiş oluruq. Bugün də bildiklərim bu qədər sizinlə paylaşdım, bölüşdüm. Siz də bildikləriniz və yaxud da ki, bəlkə də yeni bir dəsmaldan istifadə edəcəksinizsə, mənə də yazın, mənim üçün də maraqlıdır. Sağollaşmıram, yenə də hələlik.